vaxtınız xeyir. Bugün 1853-cü ildə rəsm edilən William Hunt tərəfindən ərsəyə gələn Oyanan Vicdan rəsmini şərh eləyəcəyik. Gəlin birlikdə detallara nəzər yetirək. Birincisi qadının əllərinə nəzər yetirək. Barmaqları üzüklə doludur, lakin nigah barmağı boşdur. Əlavə olaraq diqqət yetirsəniz, onun üzündəki ifadə qorxu deyil, mənəvi bir aydınlanmadır. Sanki bir trans halındadır. O pəncərədən çölə boylanıb işığa baxmağa çalışır. Arxa fonda güzgüdə isə pəncərədən görünən günəşli bağ əks olunur. Qadın məhz o işığa tərəf baxır. Yəni bir növ azadlığa. O artıq bu lüks saxta həyatı tərk etməyə hazırlaşır. Çünki göründüyü qədərilə o kişinin sadəcə olaraq məşuqəsidir. Kişi üçün isə bu an sadəcə əyləncədən ibarətdir. Qadının əllərindəki gərginlik və üzündəki həyəcan kişini heç narahat eləmir. Və nəhayət rəsmdəki ən dramatik metafor. Sol aşağı küncdə pişik və quş. Bu əsla təsadüfi deyil. Burada pişik həmin kişini, quş isə çarəsiz qadını simvolizə edir. Qadın bu lüks otaqda əslində həmin quş kimi pəncə altındadır. Bugünlük isə məndən bu qədər. Şərh eləməyimi istədiyiniz rəsmləri mənə mesaj bölməsindən göndərə bilərsiniz. Hələlik.